Bugün sizə günümüzün ən aktual problemlərindən biri olan kalsium çatışmazlığından danışacağım. Kalsium çatışmazlığını bəzən insanlar uzun müddətdən sonra hiss edirlər və bu bizim üçün də, həmin şəxsin özü üçün də artıq gecikmiş bir durum olur və həm maddiyyat baxımından, həm də diskomfort yaradan bir hallar yaranır ki, gün ərzində müxtəlif məhsulların istifadə edilməsinə gətirib çıxarır. Kalsium çatışmazlığı ümumiyyətlə insan orqanizmasında müəyyən bir yaşdan sonra özünü göstərməyə başlasa da, bu gənclikdən qorunması lazım olan bir problemdir. Uşaq yaşlarından artıq orqanizmdə kalsium çatışmazlığının bəzi göstəriciləri olur. Sümüklərdə olan əyilmələr, orqanizmdə olan tez-tez xəstələnmələr, sümük yeyilmələri, oynaq ağrıları, bax bu kimi hallar əslində kalsium çatışmazlığından xəbər verir. Amma bunu gecikdirdikcə, yaş artdıqca daha da köklü vəziyyət alır və sonunda da artıq qocalanda bu daha da ciddi problemlərə gətirib çıxarır. Mən sizə bugün xüsusi məsləhət proqramı ilə xüsusi ionlaşmış, dünyaca kalsium kralı adını almış kalsium proqramlarımızdan istifadə edərək bu problemlərinizin gecikmədən qarşısını almanızı təqdim edirəm. Və sizə bugün möhtəşəm bir xəbərim var. Bu həftə ərzində onlayn məsləhət proqramımıza yazılaraq ödənişsiz şəkildə orqanizmanızda kalsium çatışmazlığından hansı problemlərin yaranmasını birlikdə aşkarlayıb, ona uyğun şəkildə də bizdən xüsusi həmin dediyim dünyaca məşhur kalsiumlardan özünüzə bir proqram yazdıraraq bu problemin gecikmədən qarşısını ala biləcəksiniz. Ən əsası bu prosedurlar orqanizmdə heç bir orqana ziyan vurmadan tam təbii şəkildə həyata keçirilir. Əgər siz də bu fürsəti qaçırmaq istəmirsinizsə, aşağıdakı əlaqə vasitələrilə mənimlə əlaqə saxlayıb yazıla bilərsiniz.